birində. Dünya dövlətləri arasında indiyə kimi olan müharibələrin ən böyüyü olacaq. Bir neçə dövlət qatıldığına görə tək bir ərazidə yox. Demək olar Avropanı bürüdüyünə görə, Asiyaya sıçradığına görə müharibə olacaq artıq dünya müharibəsi səviyyəsində. Baxaq görək niyə baş verdi və burada məqsəd nədir? Ümumiyyətlə bilirsiniz ki, müstəmləkələri nəyə görə istəyirdi böyük dövlətlər? Nə ələ keçirmək istəyir orada? Xam mal mənbəyi və bir də nə cür baxır? Satış bazarı kimi baxır. Üstə gəldə nüfuz dairələrini yenidən bölüşdürmək lazım bildilər. Çünki hər bir dövlət özünü daha güclü görmək istəyir. 1871-də hansı dövlət mərkəzləşdi? Almaniya. İndi nəyə ehtiyacı var? Müstəmləkələrə. Amma dünyanın ən böyük müstəmləkəsi bu dövrdə hansıdır? İngiltərə. Üzərində heç vaxt günəş batmayan bir imperiya. Bax, buna görə də yavaş-yavaş münaqişələr başlayacaq. Almaniyanın istəyi nədir? Dünya bazarlarında rəqibi olan Böyük Britaniyanı, Rusiyanı, Fransanı zəifləsin. Onsuz da bu üç dövlət, Böyük Britaniyadır, Fransadır, Rusiyadır, bunlar Antantada artıq özləri üçün hərbi bir blok yaratmışdılar. Və Almaniya istəyirdi ki, bu üçünü zəiflədib, harada gücü ələ keçirsin? Avropa ərazisində. Avstriya Macaristan nə istəyir? Onsuz da biz əvvəldən bilirdik ki, elə şərq məsələsindən bəri Avstriya Macaristan Balkanları istəyir. Və o da Balkanları istəyir. Burada da Balkanları istəyən daha bir dövlət var. Hansıydı? Rusiya və mənafelər toqquşdu. Britaniya istəyir ki, Almaniyanı zəiflətsin, Almaniyaya aid olan müstəmləkələri ələ keçirtsin. Fransa 1871-də Frankfurt sülhündə itirmiş olduğu Elzas və Lotharingiya kömür mədənlərini yenidən Almaniyadan geri almaq istəyir. Həm də yadınızdadsa revanşa keçmişdi orada, yəni əvəz çıxmaya. Rusiyada eyni ilə Avstriya kimi Balkanlarda nüfuzunu genişləndirmək, biraz da imkanı olsa İstanbulu ələ keçirtmək. Və beləliklə, hər bir dövlətin öz məqsədləri var. Onsuz da üçlər ittifaqı yaranmışdı, ona qarşılıq Antanta və tamamilə nəyə hazır vəziyyətə gəlmişlər? Müharibəyə hazır vəziyyətə gəlmişlər. Və 1805-ci ildə Şlifin planı hazırlanmışdı. Şlifin planı nəyi əks etdirirdi? 1905-ci ildə. Orada elə bir ki, ildırım sürətli şeydir. Müharibə aysa. Elə bir tanklarla, bir də ki, şeydən. Həm yerüstü, hələ tank deməyək də, hələ tank sonra icad olunacaq deyə. Yəni, həm elə bir ki, yerüstü, həm də hava yolu ilə birbaşa sürətli hücum. Hansı ölkələr hücum etməyə nəzər? Fransa, sonra İngiltərə, Rusiya. Hardan keçməli idi bundan ötürü? Hansı bölgənin ərazisindən? Almaniya. Almaniya hardan keçəcəkdi? Belçika. Belçika və Lüksemburqdan keçməklə Fransa və Rusiyaya ildırım sürəti ilə zərbə vurmaq. Bir də dinc nüfuz etmə var idi. 1903-cü ildə Berlin-Bağdad dəmir yolunun çəkilməsi. Demək, artıq Almaniya müharibəyə tam hazırlaşmışdı hər tərəfli şəkildə. İndi lazım idi müharibənin baş verməsi üçün nə? Bəhanə. Bəhanə görə necə elə düşəcək?